Telegram kanalımıza abunə olmaq üçün linki mənim videonun açıqlama hissəsinə buraxacağam. İstəyən buyurub abunə ola bilər. Günlük bazar analizlərini və yatırım tövsiyəsi olmayan, investisiya məsləhəti olmayan öz girdiyimiz əməliyyatların gedişatı ilə və pozisiyası ilə maraqlanmaq, siz də istifadə etmək istəsəz, buyurub linkdən keçid edib abunə ola bilərsiniz. Gələn suallara əsasən bu paylaşımı edirəm. Deməli, fake out və breakout fərqindən danışacağıq. Çox qısa bir video olacaq. Sona qədər izləyin, əminəm ki, faydasını görəsiniz. Deməli, qırılmanın fake out və yaxud breakout olmağını necə təyin edirik? Yəni, bu qırılma qalxış əlamətidir, yoxsa fake out alladıcı yüksəlişdir? Bunu təyin etməyin bir yolu var. Əgər, belə deyək, qiymətdə, qrafikdə təpələr qalxırsa, amma RSI-da təpələr düşürsə, negativ uyğunsuzluq yaranırsa bir sözlə, bu fake out sayılır. Yəni, RSI-in təpələri düşür, qiymətin təpələri isə qalxır. Bu zaman negativ uyğunsuzluq yaranır və bu fake out sayılır, qiymət yenidən düşəcək. Bunu istəsəz range zona təyin edib, qırılmanı gözləyib qərar verə bilərsiniz. İstərsə də direnc bölgəsindən qırılmalarda hər zaman RSI-yə baxaraq, RSI-in həcminə baxaraq və MACD-dən siqnal alaraq həcmə də nəzarət edərək qərar verə bilərsiniz. Yəni, ən alternativ, ən qısa yolu isə budur. RSI-da təpələr düşürsə, qiymətdə təpələr qalxırsa, yəni negativ uyğunsuzluq yaranıbsa, bu breakout, fake out sayılır. Ethereum-un gündəlik bugünkü günümüzdə olan analizinə diqqət yetirsək, mən burada hal-hazırda üçlü təpə qurmağını gözləyirəm. Yəni, bu üçlü təpə qursa, qəşəng short pozisiyalar almaq olar. Bu, əgər buradan izah elədiyim kimi, əgər bu buradan qalxış göstərsə, yəni bu bir saniyə, bu yəni burada qalxış göstərsə, belə bir şey yaşansa, qırılsa belə, baxın, deyək ki, bunun davamı olaraq bu qırılsa, belə, bu səviyyədə qırılsa belə, bu səviyyə qırılsa, RSI isə belə aşağı düşsə, baxın, təxmini buradan deyək də, buradan. Baxın, bu təpə buradan hesablanacaq. Baxın, belə bir situasiya ilə qarşı-qarşıya qalsaq biz, RSI da buradan aşağı düşsə, yəni təpələr aşağı doğru olsa, belə olsa, bu negativ uyğunsuzluq sayılacaq və bu olacaq fake out. Bu qədər.